Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili və Babək rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və suverenlik idi çərçivəsində əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu mövzusunda tədbir keçirilib. Babək rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Qurbanov və müvəkkil aparatının əməkdaşı İmran Hüseynov çıxış edərək sosial baxımdan həssas əhali qruplarının hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə məlumat verib. Tədbirdə həmçinin bildirilib ki, müvəkkil tərəfindən Muxtar Respublikada əlilliyi olan şəxslərin hüquqları haqqında və uşaq hüquqları haqqında konvensiyaların icrası, həmçinin bərabərlik hüququnun təmin edilməsinin və ayrı seçkiliyin qarşısının alınması monitoringi, eləcə də təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyaları uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova mövzu ətrafında çıxış edib. Tədbirin sonunda dövlət uşaq siyasətinə dair videoçaq nümayiş etdirilib. Azərbaycan Respublikasının prezidenti vəzifəsində çalışdığı illər ərzində Heydər Əliyev həmişə uşaqlara qarşı böyük məhəbbəti və sonsuz diqqəti ilə seçilir.